Salam əziz tələbələr, hər birinizi xoş gördük. Mən Dövran Cəfərov. Bu gün sizlərlə birlikdə 80-ci sualın izahına diqqət yetirəcək. Diqqət yetirsək, bizim riyazi əməlimiz verilibdir və bizdən 4 operator birin qiymətini istəyir. Biz 4 operator birin qiymətini bilmirik. Bu bir məhsuldur, yəni bir x-dir. Eyni qaydada da o zaman A operator B də x olar. Çünki niyə? A-nın yerinə mən 4, B-nin yerinə 1 yazsam, təbii ki, o da x-ə bərabər olmuş olar. Onda götürən birbaşa A operator B-nin yerinə bir x yazıram. Bu zaman B operator A da olacaq y. Yuxarıdakı riyazi əməli aşağı köçürək. 4x bərabərdir 6a üzərinə gəlsin 2y. Bunu yazıq. Bundan sonra keçirik ikinci prosesə. İkinci prosesdə x ilə y-in A ilə B-nin yerini dəyişirik. Yəni 4x-in yerinə 4y yazırıq. Bu da bərabər olur 6b üzərinə gəlsin 2x-ə. Yer dəyişməni də etdiyimizə görə diqqət etirsək biz artıq 2 dənə sistem təhlili əldə etmiş oluruq. A-nın qiymətinə baxıram ki, A-nın qiyməti 4-dür. Onda gətirəm A-nın yerinə 4 yazıram. 6-nı vururam 4-ə bərabər olur 24-ə. B-nin qiyməti isə 1-ə bərabərdir. B-nin yerinə 1 yazsam, 6-nı yəni 1-ə vursam bərabər olur 6-ya. Artıq biz sistem təhliliyi tamamladıq. Geriyə qaldı 4 operator birin, yəni x-in qiymətinin tapılması. X-in qiymətini tapmaq üçün mən birinci sırada duran, baxın, bu 2y-i təbii ki, yox etməliyəm. 2y-i yox etməmişdən əvvəl götürürəm mən ikinci sırada olan tənliyimizin hər tərəfini 2-yə bölürəm. Alıram 2y bərabərdir 3 üzərinə gəlsin x. Bunu aldım. Artıq mən 2y-in qiymətini bilirəm. 2y-in qiyməti oldu 3 üzərinə gəlsin x. Onda götürürəm 3 üzərinə gəlsin x-i, baxın, buradakı 2y-in yerinə yazıram. Yazarım. 4x bərabərdir 24 üzərinə gəlsin 3 üzərinə gəlsin x. X-ləri bir tərəfə keçirsək, 4x-dən x-ini çıxıram. 3x bərabərdir 27-yə. X də bərabərdir 9. X-in qiyməti oldu 9. Yəni birbaşa 4 operator birin qiyməti oldu 9. Cavabımız olur A variantı.